Realda xəbər axını davam eləyir. Sosial sahə ilə bağlı baş verən mütəmadi dəyişikliklərlə bağlı məlumatlı olmaq istəyirsinizsə, sizi verilişimizi izləməyə dəvət edirik. Odur ki, Obyektiv efirdədir. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2024-cü ildə 47,6 min şəxsə ümumi, 600 şəxsə isə xüsusi səbəbdən olmaqla ümumilikdə 48,2 min şəxsə əlillik təyinatı aparılıb. 2025-ci ilin birinci rübündə isə 11,6 min şəxsə əlillik təyin edilib. Bunlardan 5 mini ilkin, 6,6 mini isə təkrar əlillik təyinatıdır. Qeyd edək ki, əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə sosial ödənişlər proaktiv qaydada təyin edilir. Obyektivin bu həftəyə olan buraxılışında bütün dövrlərdə aktual olan bir məsələni müzakirə edəcəyik. Söhbət əlilliyin qiymətləndirilməsindən gedir. Bu mövzu hər nə qədər çox danışılsa da, amma insanların beynində müəyyən suallar var və əminəm ki, bu verilişimiz həmin insanlar üçün çox faydalı olacaq. Amma gəlin əvvəlcə son günlərin sosial hadisələrini xatırlayaq və görək nələr baş verib. Beləliklə Dost TV-yə bağlanırıq. Həmkarım Əsmər Nəcməddin qızı bu barədə bizə ətraflı məlumatlar verəcək. Əsmər, söz sizindir, buyurun. Salam, hər vaxtınız xeyir olsun Aybəniz. Real TV ilə Dost TV-nin ortaq yayımında xoş gördük hər kəsi. Bəli, son günlər sosial sahədə kifayət qədər mühüm hadisələr baş verib. Elə ilk olaraq başlayaq Prezident İlham Əliyevin 2-ci Dünya müharibəsi iştirakçıları ilə bağlı imzaladığı yeni sərəncamdan. Bu sərəncama əsasən 2-ci Dünya müharibəsi iştirakçılarına 2500 manat, həmçinin müharibə zamanı həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 2-ci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirilmiş xüsusi birləşmələrin işçilərinə 2-ci Dünya müharibəsi dövründə Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döyüş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leningrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Birdəfəlik maddi yardımlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2-ci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək. Daha ətraflı məlumat üçün sosial.gov.az saytına daxil olub tanış ola bilərsiniz. Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun ilk iclası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev iki ölkə arasında ötən dövrdə müxtəlif sahələr üzrə əməkdaşlığa dair 12 sənəd imzalandığını, parlamentlər arası dialoq üzrə işçi qrupların münasibətlərimizin inkişafında mühüm rolunu qeyd edib. Birgə işçi qrupunun Azərbaycan və Sloveniya tərəfindən həmsədrləri Azərbaycanın Maliyyə Nazirinin birinci müavini Anar Kərimov və Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaganya iclasın yekunlarına dair protokolu imzalayıblar. Nazirlik yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib. Səsvermədə iştirak üçün qeydiyyata alınmış 89 nəfər qeyri-hökumət təşkilatı və media nümayəndəsinin iştirakı ilə keçirilən seçkidə 9 nəfər olmaqla İctimai Şuranın yeni tərkibi müəyyənləşib. Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirinin müavini Sevim Sayın Madakın rəhbərlik etdiyi nümayəndə heyəti 5 sayılı DOS mərkəzində olub. Qonaqlar həmçinin Nazirliyin Protez Ortopedik İstehsalat Mərkəzi, Bakı Reabilitasiya Mərkəzi və 1 sayılı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi ilə də tanış olublar. Dövlət Məşğulluq Agentliyi tərəfindən Füzuli və Cəbrayıl rayonlarında özünü məşğulluq proqramına cəlb olunan bir qrup sakinə seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib. Böyük qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünü məşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatlarını quranların sayı artıq 262 nəfərə çatıb. Belə hörmətli tamaşaçılar, Dost TV-nin təqdimatında son günlərin əsas sosial hadisələri ilə tanış oldunuz. İndi isə sözü yenidən həmkarıma ötürürəm. Buyurun Aybəniz, söz sizdədir. Ətraflı məlumatlar üçün təşəkkür edirik dostlar. Biz isə Realın studiyasında
öz işimizi davam etdiririk və artıq qonağımız da gəlib. Beləliklə, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Daxili Nəzarət, Audit, Monitorinq və Təhlil Departamentinin müdürü Rahim Hüseynov artıq bizimlədir. Xoş gəlmisiniz. Salam, təşəkkür edirəm. Rahim müəllim, bilirsiniz ki, bədbəxt hadisələrdən sığortalanmamışıq və buna görə də əlillik məsələsi daim aktualdır bütün dövrlərdə. Ona görə də istəyirəm gəlin bir başlayaq. Əlilliyin qiymətləndirilməsi ilə bağlı birinci mərhələdən sonuncu mərhələyədək proses necə gedir? İlk öncə dəvətiniz üçün təşəkkür edirəm. Bundan əlavə, vətəndaşlarımızı maraqlandıran sualların cavablandırılmasında göstərmiş olduğunuz dəstəyə görə sizə və rəhbərinizə öz minnətdarlığımı bildirmək istəyirəm. Bəli, bugünkü gündə bu mövzu çox aktual bir mövzudur və təəssüflər olsun ki, bəzi vətəndaşlarımızın xəstəlikləri 50 səviyyəsinə qədər gəlib çata bilir. Belə olduğu halda vətəndaşlarımız xəstəliklərinin 50 səviyyəsində olub-olmamasını müəyyən etmək məqsədi ilə ilk növbədə qeydiyyatda olduqları xəstəxana və poliklinikalara müraciət etməlidirlər və orada yaradılmış komissiyalarda, xüsusi komissiyalarda qeydiyyatdan keçirlər, müayinələrdən keçirlər və müayinə nəticəsində Nazirlər Kabinetinin 12 nömrəli qərarına əsasən 50 səviyyəsində görüldüyü halda Forma 88 dediyimiz bir elektron sənəd rəsmiləşdirilir və bu elektron sənəd daha sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron reyestrinə daxil olur. Forma 88 dediyimiz elektron sənəd vətəndaşa aid olan bütün məlumatlar gizlədildikdən sonra ki, yalnız içərisində qalan məlumatlar əsasında tibbi qiymətləndirmə məqsədi ilə həkim ekspertlər tərəfindən yoxlanılır və Forma 88 dediyimiz sənədin içərisində yazılan bütün məlumatlar öz əksini tapdığı halda, həqiqətən uyğun olduğu halda, orada həkim ekspertlərin, laboratoriya nəticələrinin hər biri əlilliyin qiymətləndirməsi haqqında Nazirlər Kabinetinin 187 nömrəli qərarı var və bu qərarlarda göstərilən meyarlara uyğunluq təşkil etdiyi halda vətəndaşlarımıza elektron qaydada təyinat aparılır. Əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət edən şəxslər içərisində müxtəlif kateqoriyalı insanlar var. Amma nədənsə mənə elə gəlir ki, onların içərisində sosial durumu nisbətən aşağı olan insanlar daha çox üstünlük təşkil edir. Bəlkə də yanılıram. Və onu da çox yaxşı bilirəm və razıyam ki, əlilliyin qiymətləndirilməsi sosial durum deyil, tibbi duruma əsasən aparılır. Belə olduğu halda, amma nəzərə alaq ki, həmçinin insanların müxtəlif qayğıları, maddi durumları və s. kimi faktlar var. Subyektiv yanaşmanın qarşısını necə alırsınız əlilliyin qiymətləndirilməsində? Bəzi hallarda sosial vəziyyətin aşağı olması ilə əlaqədar əlaqələndirmək biraz doğru yanaşma deyil. Niyə görə? Çünki əlilliyin qiymətləndirməsi ilə bağlı vətəndaşa əlillik təyinatı aparıldıqdan sonra bu vətəndaşlarımıza istər reabilitasiya vasitələrlə təmin olunması, həm də reabilitasiya xidmətlərinin göstərilməsi agentliyin səlahiyyətlərindəndir. Və belə olan halda sosial məsələlər deyil artıq bunlar, yəni maddiyyata bağlı olan məsələ deyil. Əlillik təyin olunmuş vətəndaşlara digər tərəfdən də başqa xidmətlər göstərilir ki, reabilitasiya olunsun və ya da reabilitasiya vasitəsilə təmin olunsun. Şəffaflığın təmin edilməsi məqsədi ilə isə Forma 88 dediyimiz sənəd reyestrə daxil olduqdan sonra burada artıq vətəndaşa aid olan bütün məlumatlar hər biri gizlədilir. Bu isə həkim ekspert və vətəndaş sövdələşməsinin qarşısını alma məqsədi ilə atılmış bir addımdır ki, vətəndaşa aid hər hansı bir məlumat olmasının içərisində yalnız Forma 88 içərisində yazılan tibbi məlumatlara əsasən həqiqətən də 50 səviyyəsindədirsə, həkim ekspertlər tərəfindən vətəndaşlarımıza təyinat aparılır. Bəzi hallarda vətəndaşlarımıza Forma 88-in içərisində yazılan məlumatlarda hər hansı bir uyğunsuzluq olduqda natamam doldurma deyə bir imtina verilir ki, bu vətəndaşın heç də 50 səviyyəsində olmasını təksib etmir. Sadəcə informasiya əksikliyi olduğuna görə vətəndaşın yenidən əyani müayinələrə cəlb edilməsini tələb edir. Belə olanda vətəndaşlarımız istər agentliyin rəsmi səhifəsində qeyd olunmuş onlayn növbə hissəsi var. Oradan onlayn növbə götürərək agentliyə yaxınlaşaraq əyani müayinələrdə iştirak edə bilərlər və yaxud da ölkə üzrə dost xidmətləri mərkəzlərində yerləşdirilmiş komissiyalarımız var. Bu komissiyalarda iştirak etməklə yenidən əlilliklərin qiymətləndirilməsinə yenidən baxıla bilər və belə olan halda əgər vətəndaş həqiqətən də xəstəliyi əlillik səviyyəsindədirsə, aktlaşdırılır və vətəndaşlarımıza əlillik təyinatı aparılır. Rəhmən, biz biraz sonra davam edəcəyik. İndi icazənizlə tamaşaçılarımıza bir sujetimiz var. Onu təqdim etmək istəyirik. Qısa bir məlumat verim. Beləliklə, mayın 1-dən etibarən xəstəlik vərəqələri artıq elektronlaşdırılır. Necə olacaq? İndi sujetdən biləcəyik. Mayın 1-dən etibarən xəstəlik vərəqələrini artıq onlayn formada əldə edəcəyik. Beləliklə, tibb müəssisəsinə yaxınlaşmağa ehtiyac qalmadan bütün məlumatlar tibb müəssisəsi tərəfindən vahid sistemə yerləşdiriləcək. İşə götürənlər isə həmin sistem vasitəsilə bütün məlumatları əldə edə biləcəklər. Əsas üstünlüyü ondan ibarətdir ki, həkim məsləhət komissiyaları xəstəlik vərəqəsini artıq elektron formada
hazırlayaraq onu elektron formada təsdiq edəcəkdir və həmin məlumat Səhiyyə Nazirliyinin elektron sistemləri tərəfindən Əmək və Ailə Sosial Müdafiə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin əmək və məşğulluq alt sisteminə ötürüləcəkdir. Artıq işə götürəndə və müavinəti təyin edən Dövlət Sosial Müdafiə Fondu da əmasda xəstəlik vərəqəsini görəcəklər və xəstəlik vərəqəsini artıq elektron qaydada görəndən sonra işə götürən sığorta olan gəlirlər barədə məlumatlar daxil edəcək və Dövlət Sosial Müdafiə Fondunun aidiyyət mərkəzi filialı tərəfindən müavinətin ödənilməsi həyata keçiriləcəkdir. Xəstəlik vərəqələrinin elektronlaşmasından mayın 1-dən sonra xəstəxanaya yaxınlaşmış sığorta olunan həmən tarixdən əvvəlki tarixi xəstəlik vərəqəsi əldə edə bilməyəcəkdir. Bu, həm işə götürənlər üçün, həm sığorta edənlər üçün, həm də Dövlət Sosial Müdafiə Fondu üçün üstünlükdür ki, artıq əvvəllər yaranmış sui-istifadə hallarının qarşısı alınacaqdır. Qeyd edək ki, xəstəlik vərəqələrinin elektronlaşdırılması ilə bağlı yekunda vətəndaşa elektron formada məlumat göndəriləcək. Bununla belə, həmçinin tibb müəssisəsinə yaxınlaşaraq həmin sənədi kağız formasında əldə etmək də mümkündür. Davam edirik. Rahim müəllim, verdiyiniz qərardan narazı qalan və yaxud da ki, etiraz edən şəxslər olarsa, onlarla necə ünsiyyət qurursunuz? Və nə zaman onların müraciətinə bir daha baxmaq ehtiyacı yaranır? Vətəndaşlar haqqında verilmiş qərarlardan etiraz etmək və yaxud da onlardan narazı olmaq vətəndaşların haqqı və hüququdur. Belə olan halda vətəndaşlarımız müraciət etmə hüququna sahibdirlər. Belə olan halda istər agentliyin sədrinin adına ərizə ilə müraciət edib yenidən müayinədə iştirak etmə imkanları var və yaxud da onlayn növbə götürərək özlərinə uyğun vaxta və xəstəlik istiqamətinə uyğun olaraq onlayn növbə ilə yaxınlaşıb həkim komissiyalarında iştirak edə bilirlər. Belə olan halda vətəndaş yenidən əyani müayinələrə cəlb olunur, həkim ekspertlər tərəfindən müayinə olunur, instrumental və laborator müayinələrdən keçir və vətəndaşın yekun qərarında 50 səviyyəsində olduğu müəyyən edilirsə, bu halda vətəndaşımıza 50 təyinatı aparılır. Əks halda imtina qərarı verilir və vətəndaşa imtina qərarı verilməsinin səbəbi ətraflı şəkildə izah olunur. Cavabdan narazı qalan vətəndaşlardan danışdıq. Elə yeri gəlmişkən istəyirəm müharibə iştirakçılarının əlillik təyinatı məsələsinə də toxunaq. Keçmiş döyüşçü şəhadətləndirilməsi üçün gedir hərbi həkim komissiyasından keçir və belə qərar verilir ki, sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlıdır və göndərişlə birgə vətəndaş göndərilir tibbi sosial ekspert komissiyalarına. Və müəyyən olunur ki, əlillik səviyyəsində deyil onun xəstəlik dərəcəsi. Amma keçmiş döyüşçü də deyir ki, mənim bədənimdə 70 qəlpə var. Onun bədənində neçə qəlp olmalıdır ki, xəstəlik dərəcəsi əlillik səviyyəsində olsun? Vətəndaşın əlilliyin qiymətləndirməsi zamanı doğru buyurursunuz. Yəni, birinci növbədə hərbi şəhadətləndirmə məsələsi var. Hərbi şəhadətləndirmədən sonra orada səbəb əlaqələr qeyd olunur və bu qeyd olunmadan sonra vətəndaş artıq qiymətləndirməyə alınır. Vətəndaşın öz müraciəti əsasında. Və əlilliyin qiymətləndirməsi 182 nömrəli qərarla tənzimlənir. Əgər vətəndaş həqiqətən də əlillik səviyyəsində görülürsə, bu halda təkcə onun xəstəliyinə deyil, həyat fəaliyyətinin kateqoriyasının məhdudlaşmasına da baxılır və əgər hər hansı bir uyğunsuzluq yoxdursa ki, vətəndaşın mövcud vəziyyətdə xəstəliyi əlillik təyinatına əsas vermirsə, bu halda vətəndaşlarımıza və hərbiçilərimizə əlillik təyinatı aparılmır. Vətən müharibəsi zamanı, İkinci Qarabağ müharibəsi zamanı yaralanmış şəxslərdən 6700 müharibə iştirakçılarımız şəhadətləndirilmişdir ki, bunlardan da təqribi 4200 müharibə iştirakçısına əlillik təyinatı aparılmışdı. Bunların təyinat aparılmasının əsas məqsədi və səbəbi onların xəstəliklərinin əlillik səviyyəsində görülməsi, həyat fəaliyyəti kateqoriyasının məhdudlaşması və digər amillər nəzərə alınmaqla əlillik təyinatı aparılmışdır. Amma yerdə qalan digər vətəndaşlarımız da əgər qəlpə yarasından asılı olmayaraq xəstəlikləri əlillik səviyyəsində görülmürsə və yaxud da onun əlillik təyinatına əsas verilmirsə, 182 nömrəli qərarın tələblərinə uyğun deyilsə, bu halda əlillik təyinatı aparıla bilməz. Artıq mən qeyd elədim, sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı verildi və avtomatik olaraq hərbiçi tərxis olundu ordu sıralarından, amma əlillik də təyin olunmur. Bəs nə etməlidir? Baxın, ordu sıralarında xidmət zamanı əgər vətəndaşda hər hansı bir nöqsan aşkarlanırsa və sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı deyə bir şəhadətləndirmə verirsə, vətəndaşın hüququdur ki, vətəndaş əlillik üçün müraciət etsin, əlillik təyinatı ilə bağlı. Və belə olan halda xüsusi komissiya var, hərbi komissiya dediyimiz, vətəndaşların əlillik səviyyəsinin qiymətləndirməsinə baxırlar və burada kənar ekspertlər də dəvət eləmişik, digər nazirliklərin, Səhiyyə Nazirliyinin həkimlərinə dəvət eləmişik və onlarla bərabər müştərək formada komissiya təşkil olunur, həmin hərbiçilərimiz müayinə olunur. Əgər həqiqətən də əlillik səviyyəsində görülürsə, əlillik təyinatı aparılır, yox əgər əlillik səviyyəsində görülmürsə,
Bu halda hər hansı bir təyinatdan söhbət gedə bilməz. Lakin belə olan halda vətəndaş əgər hərbi xidmətə yararsızdır, amma belə olan halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başqa qurumları var ki, hansı ki, məsələn, məşğulluq xidmətləri var. Bunlara müraciət etməklə yenidən öz həyat fəaliyyətini bərpa edə bilər, adaptasiya dövrünü keçə bilər və bu formada yenidən işlə təmin olunmasına baxıla bilər. Gəldiyiniz üçün təşəkkür edirəm. Suallarım bu qədər idi. Çox sağ olun, mən də təşəkkür edirəm. Çox sağ olun. Belə, obyektiv efirdə idi. Qeyd edim ki, qonağım Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Daxili Nəzarət, Audit, Monitorinq və Təhlil Departamentinin müdürü Rahim Hüseynov idi. Məndən hələlik bu qədər, amma realda xəbər axını davam edir.